Həmişə onu da deyir ki, hicab, yəni hicab özü qadın gözəlliyidir. Birincisi, İranda hələ sevinə-sevinə hicab taxan qadın mən görmədim. Onlar sərhəddə keçəndə Türkiyədə mən şahid olmuşam ki, nə qədər İranlı qadın başı hicabını soyunur. İranda etirazlar oldu, neçə dənə qadın öldürüldü, döyüldü əxlaq polisi tərəfindən. Hicabı çıxardıb yerə atdılar. İslamda məcburiyyət yoxdur deyirlər, amma şəriət ölkələrində məcburi şəkildə qadınlara hicab giydirirlər. Bir dəqiqə qardaş, sən niyə oturub Azərbaycandan İranı şərh edirsən? Sənə nə də yəni? Sən xoşun gəlmirsə, ya xoşun gəlirsə get orada yaşa da, yəni. Sən belə pis çıxmasın. Bilet pulun yoxdur da. Gir TikTokda bir canlı yayım aç, hərə bir 30 min, 40 min, nə bileyim 30 min, 40 min sənə çox olar. Bir 3 min, 4 min, nə bileyim bilet pulu yığsın, çıx götür. Bütün İran sevərlər üçün avtobalar çıxın gedir. Gününüz aydın olsun millət. Demək mən bu insanlara xəyaliyə xanım demirəm. Sadəcə Azərbaycan qadını deyə təhqir də eləmirəm. Həm də xanımlar məndən inciyər, takibimdə dəyərli insanlar inciyər. Ay xəyalə, demək sən mənim videomu götürmüsən, hansı ki mən çıxıb demişəm ki, İranda hicaba qarşı çıxırlar, azadlıq veriblər və buna da bizdəki bəziləri sevinir və başlayırlar hicabı təhqir eləməyə. Mən buna uyğun misal çəkmişəm ki, bir qadın hicabda xoşbəxtdirsə, o kimi narahat edir, qoy xoşbəxt olsun da, bu adam xoşbəxtsə hicabda tapır da, Allaha sığınıb hicabda tapır və yaxud da bir qadın uzun geyinir, abrundan Azərbaycan qadını kimi geyinirsə, bunda xoşbəxtdir və yaxud da qadın var ki, qadıncığazlar mini geyinir, göbək açıq, sinəsi açıq, otellərdə orada burada və bununla xoşbəxtdir. Hər cür qadınlar var. Yəni sizin hicabla nə işiniz var? Bu barədə bir video hazırlamışam və orada da vurğulamışam ki, mənə kimsə səhv salar, mənə aftafa deyər, nəsə bir İrançı kimi, yəni o ləkəni yaxar. Onlardan ünvanlamışam ki, evinə girərəm, çıxaram. Buna baxmayaraq bu xəyalə yəni onu elədi. Nə deyirəm əziz xalqım? Bu cür insana mənim paylaşımlarım nədən ibarətdir? Özünüz də bilirsiniz, takibimdə də olanlar bilir. Ölkədə gedən əxlaqsızlıqdır, geylərdir, üzlə iraqlardır, nə bilim ölkəsinə, dövlətinə yəni qarşı çıxanlardır, hansısa bir xalqı pozanlardır, ya narkomaniya ilə, ya əxlaqsızlıqla, ya mediamızda. Yəni bunları mən paylaşmışam da. Bu ağıllı da girib orada buna təsir edən budursa, demək ki, mən məqsədimə çatıram. Mənim həmişə məqsədim nədir? Bu platformalarda mənə izləyən, məni axtaran insanlar, məni takib edən, bəyənən insanlar, ləyaqətli insanlar olsun, qeyrətli insanlar olsun və ona da nail olmuşam. 35 min izləyicim, hamısı qeyrətli. Mənim takibimdə bir dənə pozğun əxlaqsız yoxdur, bir dənə oğraş bir qeyrət yoxdur. Məni də bəyənməyən, elə dediyim o insanlardır. Demirəm mən idealam və yaxud da paylaşımlarım yaxşıdır. Yəni məni bəyənməyən, o deməli mən onun harasınasa, nəyinəsə toxunmuşam ki, onu eləyir. Toxunmuşam ki, sərt reaksiya verir və bundan da şadam. Və buradan da bir söz demək istəyirəm xəyaliyə. Sən İranı bəyənmirsən, mən İrancı deyiləm, nə dindar deyiləm. Mən dünən elə dost qardaşlarla oturub yeyib içən adamım. Sən mənə ləkə yaxırsan, vətəninə xəyanət edən kimi, İrancı kimi deyirsən də, yaxşı, qoy, deyək ki, bu dövlət siyasətidir, İranla bizim hansısa bir anlaşılmazlığımız və yaxud da İranın bizə elədiyi pisliklər, deyək ki, sən deyirsən ki, İran pozur da. Bəli, narkotik məsəl üçün İran sərhədlərindən gəlir, bəzi şeylər var, məsəl üçün 90-cı ildə hansısa bir erməniyə dəstək kimi müəyyən bir bu siyasi məsələlərdir. Bunları qoyduq qırağa. Bunu dövlət başçımız, cənab prezidentimiz özü Allah şükür öz siyasətindən həll edir. Yəni bu bizdə olan bir şey deyil. Nə də ki mən o radikallardan bəzilərindən deyirəm ki, vətənimi ya İrana satın, radikal dindar adı ilə və yaxud da hansısa bir politika ilə Türkiyəyə satın və yaxud da hansısa bir politika ilə İsrailə və yaxud da hansısa politika ilə Rusiyaya. Mən vətənimi sevirəm. Bu vətənimə dəyər verən İranlı da mənim qardaşımdır, Türk də qardaşımdır, İsrail də qardaşımdır, Rus da hamısı vətənimə, xalqıma dəyər verən, mənim millətimə dəyər verən insan mənim vətəndaşımdır, mənim millətimdir. Mən patriotum, mən öz ölkəmi, dövlətimi, xalqımı sevirəm. Amma sən qayıdıb o söz deyirsən ki, İran aftafandır. Birincisi sənin təhqir eləməyə mənə haqqın yoxdur, məni təhqir eləməyə. İkincisi ki, bax tənbəllik eləməmişəm, düşüb almışam. Bax bu aftafa dediyin üzr istəyirəm. Aftafanın başlığını düşüb almışam, sənə görə almışam. Və bunu açırsan, paçlıq təmizlikdir də. Basırsan, pak olursan da, üzr istəyirəm hamıda. Amma sənin ağzın açılanda, sənin kimlərin ağzı açılanda, paçlıqda nəsə əlamət yoxdur. Sən İranı bəyənmirsən. İndi sənə bir söz deyirəm. Sənə və səni kimlərlə, hansı ki bizi kimi insanlara, vətənini sevən insanlara, İran ləkəsi yaxan insanlara deyirəm ki, İranı bəyənmirsinizsə, indi mən də buradan birbaşa deyirəm. İran nemətlərini yiyənin zatına nəylər? İranın mahnılarına qulaq asıb zövq alanın zatına nəylər? Həkim lazım olanda İrana qaçanın zatına nəylər? Nə bilim, İranın məhsullarından faydalananın zatına nəylər? Lap elə denən, mən də deyim ki, bağışla, ay xəyalə, bağışla, mən səhv bilmişəm. Sən deməsən, ümumiyyətcə İranın heç belə suyunu belə içmirsən. Bu düzgün söhbət deyil. Mən bugünkü gün deyirəm ki, mən hansısa bir məhsulu alıram, mən ondan faydalanıram. Mən bugünkü gün Rusiyayla hamı deyir ki, Rusiya belə, Rusiya elə. Rusiyanın bugünkü gün produktunu, Rusiyanın ticarətinin bizim ölkəyə hansısa bir xeyri var. Və yaxud da o biri, məsəl üçün İsraili deyirik, İsrailin hardasa bizə bir xeyri var. Türkiyə deyirik, Türkiyənin hardasa bizə xeyri var. İranın hardasa bizə xeyri var. Biz əsas çalışmalıyıq burada ölkəmizi qorumaq, xalqımızı qorumağa. Bu ayrı seçkiliyi, ay nə bilim, ləkə yaxmalar nədir?
özü başından da böyük bir qələt eləmisən, şəxsiyə yazmısan, onu axırda da paylaşacağam. Demisən ki, əlimdə imkan olsa sənin nəslini kəsərəm. İran avtofası. Sənin birincisi sənin başın üçün deyil, başın üçün deyil. Mən səndən sadəcə xoşdaşam, bir Azərbaycan qadınsan. Sənin başın üçün deyil, mənim nəslimi kəsmək. Sən sadəcə mənə şişərə atıb məni içəri bastıra bilərsən. Ləkə yaxıb məni içəri bastıra bilərsən. Mən sənin yox, qadınsan. Sənin evində kişi varsa, onu çağır, onunla mən söhbət edeyim. Yəni ki, mən qadınlarla rəhmətli anam demiş ki, qadının bala şəhərindən uzaqdır. Kişinin zibilinə düş, amma qadının şəhərindən uzaq dur. O həmişə deyirdi. Ona görə mən sənin kimi insanların şəhərindən uzaq dur. Sənin kimi biri var idi sənin fikirdə. Amma o kişi idi, kişi demək olarsa. Mənim videomu götürüb və orada söyüşlə yazmışdı, mənə ünvanlamışdı. Girdim onun şəxsinə yazdım ki, mən də bunu söydüm ki, o videonu sil. Qayıtdı dedi ki, sən mən söydüyünə görə səni verəcəm polisə. Dedim, Allah şükür qanunlar da bilirəm. Mənim söyüşə görə cəriməm 120 manatdan 150 manata qədərdir. Amma sən mənim icazəm olmadan videomu şərh eləyib, altından söyüşlər, təhqir səslə təhqir yazmağına görə 3 ildən 5 ilə qədər sənə cinayət işi açarlar və bunu da tələb edirəm. Sadəcə mən mərdimazar insan deyiləm. Səndə ki, ağıllı ol xəyalə. Get birinci məzmuna bax, sonra gir mənim səhifəmə bax gör, orada hansı bir dövlətini, xalqını satacaq bir video varmı və yaxud da hansısa bir xalqına, hansısa bir gənclərə, nə bilim, bir əks olan bir şey varmı? Mən həmişə balaların müdafiəsinə qalxmışam, mən həmişə xalqımın müdafiəsinə qalxmışam, dövlətimin müdafiəsinə qalxmışam. Amma səni kimi insanlar ürək bulandırır sadəcə. Xəyalə, get özünə işləb, girib səhifənə baxıram ki, orada Ofeliya Şabanova hansı ki, çıxıb qadınlıqdan, kişilikdən, qeyrətdən danışır, maşallah olsun, qeyrətli Azərbaycan xanımıdır. Onu sən təhqir eləyirsən, sonra girdin bir saqqallı bir kişini görmüsən, ibadət əhlidir, deyirsən bu Vahabi belə gəldi, Vahabi elə getdi. Nə bilim, baxıram gic-gic söhbətlər də xəyalə. Sənin kimi qadınlar, and olsun Allah, bizi kimi insanları bəyənməz. Yaxşı, mən birincisi takibimdəkilər də bilir. Mən canlı açıb heç kimdən heç vaxt heç nə istəməmişəm. O müəyyən bir oyunlar olar ki, sadəcə dəstək istəmişəm. O da ki, ildə bir dəfə, 2 dəfə. Mən canlını belə həftədə bir dəfə açan adamam. Atan insanlar da, mənə hədiyyə atan insanlar da, yəni mənə hörmət baxımından atır. Yalvarmağıma görə yox, bəziləri kimi. Amma görürəm ki, sən cəhd göstərirsən ki, sən takibini çoxaldıb canlı açasan. Hamıya da takib atırsan, özün hələ 200 nəfərdə qalmısan. Girib sənin rəylərinə baxıram ki, mənim ən az rəylərim sənin ümumi səhifən qədərdir. Girib ora mənə yorum yazmısan ki, səni ifşa edəcəm, səni tanıdacam, populyar eləyəcəm. Sənin kimi insan mənə populyar eləməyinə ehtiyac yoxdur. Sən get baboşları, bayram nurları populyar elə. Yaxşı, sənin kimi insanlar Azərbaycan qeyrətli insanlarını bəyənməz. Allah xalqımızı, dövlətimizi qorusun. Burada insanlar ola bilsin, takibimdəkilər sənə ünvanlayacaqlar sözlər. Burada ağzı gül qardaşlarımız var. Onlardan da xahiş edirəm, Azərbaycan qadındır. Söyləməyin, sadəcə fikrinizi bildirərsiniz. Allah xalqımızı, dövlətimizi qorusun. Allah qeyrətli, ləyaqətli, məni saf, səmimi qəbul edən bütün xanımları, bəyləri qorusun. Allah sizi var eləsin.